Değerli dostlar, bu günlərim sizə qarbologiya elmindən danışacağım. Yəni zibilin elmi. Biraz zarafat kimi səslənə bilər, amma qarbologiya elə ingilis dilində eyni adlı sözdən götürülüb. Çox maraqlı, eyni zamanda tamamilə elmi əsaslı bir sahədir. Və məqsəd təkcə zibilləri öyrənmək yox, insan davranışlarını, istehlak mədəniyyətini, sosial dəyişiklikləri zibillər vasitəsilə, atılan tullantılar vasitəsilə anlamaqdır. Qarbologiya insan deməli tullantılarının, xüsusilə bərk məişət tullantılarını öyrənən bir elm sahəsidir. 1970-ci ildə Arizona Universitetində arxeoloq William Reich tərəfindən qurulmuşdur bu elm. İnsanlar deyir ki, insanların gerçək davranışlarını öyrənmək istəyirsənsə, onların zibilinə bax. Bax, belə bir maraqlıdır. Bəs qarbologiyanın əsas məqsədi nədir? Qarbologiyanın əsas məqsədi istehlakçı davranışını analiz eləməkdir. İnsanlar deyir ki, az yeyirik, amma zibil başqa şey deyir. Məsələn, geri dönüşüm və tullantı idarəsi siyasətini təkmilləşdirmək lazım olanda bu müşahidələri aparırlar. Ətraf mühitə təsirlərini qiymətləndirmək üçün nə qədər plastik atılır, nə qədər kağız atılır, nə qədər tullantılar, orqanik tullantılar var, ümumi tullantıların miqdarı nə qədərdir. Sonra sosial-iqtisadi trendləri izləmək üçün, böhran vaxtı insanlar məsələn daha çox konserv alırlar. Bunu müşahidə eləmək üçün, bu kimi buna bənzər məsələləri müşahidə eləmək üçün, sonra urbanizasiya və yaşayış modellərini başa düşmək üçün, məsələn, bax, belə bir şey var, deyir ki, zibildə daha çox pizza qutusu varsa, deməli, tək yaşayan və yaxud da gənc işçi təbəqəsi yaşayır həmin ərazidə. Sonra qida tullantısı çoxdursa, ya planlama zəifdir, ya da rifah səviyyəsi yüksəkdir. Ucuz məhsulların qabları deməli çoxdursa, iqtisadi geriləmə ehtimalı var. Bax, bu cür deməli maraqlı tədqiqatdır bu qarbologiya elmi. Bəzən insanlar özlərini göstərmək üçün deyirlər ki, sağlam yeyirik. Amma zibilxanaya baxırsan, görürsən ki, o fast food tullantıları daha çoxdur. Burada paradoks çıxır ortalığa. Məsələn, iqtisadi böhranlar vaxtı, bayaq dedim, insanlar daha çox konserv və uzun ömürlü, uzun müddətli məhsullar almağa can atırlar, çalışırlar. Hətta cibdə pul azalanda daha sonra insanlar daha çox karbohidrat və yaxud da digər çörək məhsulları, un məhsullarına daha çox yer verirlər. Deməli, qarbologiya eyni zamanda qarbologiya elmini öyrənmədən, bilmədən düzgün zibil idarə sistemini də qurmaq mümkün deyil. İctimai planlaşdırma da mümkün deyil. Hansı ərazilərdə nəyə ehtiyacı var, onu müəyyən eləmək də mümkün deyil. Sosiologiyada insanlar bəzən yalan danışırlar. Rəqəmlər yalan danışa bilər, amma zibillər, necə deyirlər, nadir hallarda yalan danışır. Ona görə də bəzən bax, ölkələrdə, ayrı-ayrı ölkələrdə bu cür tədqiqatlar zibil qablarını, zibil qutularını araşdırmaqla müəyyən edirlər ki, insanlar əslində həqiqətən necə yaşayırlar və onların sosial-iqtisadi vəziyyətləri nə yerdədir.